Aha, demək baxırıq birinci sualdan. Birinci sualda bizə deyir ki, Beethoven nə etməyi sevirdi? Əlbəttə ki, Beethoven əgər musiqiçisə, bəstəkarsa, demək uşaqlığından pianinoda ifa eləməyi xoşlayırdı da. Ona görə düzgün cavabımız 1-də B variantı olacaq. 2-dədir ki, Beethoven 20 yaşı olanda, biz öyle eşitdik ki, dinləmədə, Beethoven 20 yaşı olanda dinləməsini başladı itirməyə yavaş-yavaş. Ona görə düzgün cavabımız olacaq 1. Bir də 2-dədir ki, o davam elədi, yəni musiqi olan bu həvəsi davam elədi, hətta o eşitməsə belə. Və hətta bizə dinləmədə dedi ki, o eşitməsə belə ən yaxşı əsərlərini kar olanda elə yaratdı. 1-dən 2, düzgün cavabımız B variantı qalacaq. 3-cü sualda deyir ki, tekst nə haqqındadır? Beethovenin həyatı və yaradıcılığı haqqındadır. D variantı. 4-ün birində deyir ki, Beethoven yazdı ən yaxşı əsərlərini tamamilə kar olduqdan sonra. True. Deyir ki, o maraqlanırdı çoxu hobilərlə uşaq olanda. Yox, dedi ki, uşaq olanda yalnız musiqi idi onun hobisi. Ona görə B variantı olacaq. C-də isə deyir ki, 4-cündə Beethoven deyir yaxşılaşdı, 20 yaşı olanda qulaqları daha yaxşılaşdı. False. 4-ün 4-də isə deyir ki, tamaşaçılar onu alqışladılar və cheer elədilər də. Yuh deməzlər də, yəni ki, Beethovenə deyərlər, düzdürmü? Ona görə bu da true. Keçirəm 5-ci sualıma. 5-ci sualı gördüm ki, çox şagird səhv yazmışdı. Çünki düzgün oxumursunuz mətni. Buradadır ki, hi Tom, salam Tom. Mən eşitdim ki, sən driving testini keçməmisən, sürücülük testini keçməmisən. Amma narahat olmayın, çox insan birinci imtahandan kəsilir. Sən sadəcə çoxlu praktikaya və rahatlığa ehtiyacın var. Deyir, mən əminəm ki, sən gələn ay keçəcəksən o imtahandan. A variantına deyir ki, tekstə görə Tom A variantına sürücülük testindən keçdi. B variantına heç bir test vermədi. C variantına deyir ki, sürücülük testindən kəsildi. Bəli, C variantı doğru cavabdır. D variantına deyir ki, daha sınamaq istəmir. Y variantına isə deyir ki, onun artıq sürücülük vəsiqəsi var. Yoxdur axı uşaqlar. 6-cı sualda deyir ki, salam əziz Emily, mən deyir oxudum sənin mesajını və elə xoşbəxt oldum. Deyir, sən nəhayət ki, məktəbin bu elm yarışını qazandın. Mən bilirdim, deyir, sən çox çalışırsan, sənin layihən ən əlası idi. Təbrik edirəm uğuruma görə, Sara. Sara deyir, götürüb Emily'yə bir təbrik mesajı yazıb. Demək ki, Sara Emily'nin uğuruna görə təbrik eləyir. A variantı. 7-ci sualda deyir ki, sentyabrın 5-9 arası uşaqlar beynəlxalq forum olacaq, iqlimlə bağlı və İstanbulda keçiriləcək. Və deyir ki, alimlər, ekspertlər çoxlu ölkələrdən gələcəklər bu foruma və başlayacaqlar diskas eləməyə. Diskas müzakirə deməkdir. Yeni texnologiyadan danışacaqlar, ətraf mühiti qorumaq haqqında danışacaqlar. A variantında deyir ki, forum Türkiyənin ən böyük şəhərlərinin birində keçiriləcək. Bəli. B variantında deyir ki, yalnız yerli alimlər olacaq. C variantında deyir ki, forum sentyabrın sonu olacaq. 9-10 bəyəm sonudur. D variantında deyir ki, forum 2 gün davam edəcək. Xeyr, 5, 6, 7, 8, 9, 5 gün davam edəcək. Y variantında deyir ki, iştirakçılar tarix və kültürdən danışacaqlar. Yox uşaqlar, texnologiyadan danışacaqlar, ətraf mühitdən danışacaqlar. Səhvdir. Keçirəm readingimə. Readingimi uşaqlar oxumamış belə düzgün cavabları yazmaq olardı. Amma mən yenə də bir dənə üstündən tərcümə gedirəm. Deyir ki, sağlam həyat tərzi seçimlərinin güclü təsiri var bizim həyatımıza. Həbit vərdiş deməkdir. Deyir ki, bizim özümüzdə inkişaf elətdirdiyimiz və hər gün təkrarladığımız vərdişlər bizim fiziki və mental sağlığımızı fiqurlandırır, shape eləyir, formalaşdırır. Hətta deyir, balaca actionlarda, hərəkətlər belə, məsələn, su içməkdir, qısa gəzintilərə çıxmaqdır. Deyir, böyük fərq eləyir vaxt keçdikcə. Deyir ki, sağlıqlı vərdişlər eləmək insana səbr tələb edir, davamlılıq tələb edir. Amma nəticələri də deyir ki, dəyər də o nəticələrə. Paragraf 2-də deyir ki, müntəzzəm fiziki aktivitələrlə məşğul olmaq strengths gücləndirir bizim nəyimizi? Ürəyimizi, əzələmizi və sümüklərimizi. O həmçinin bizim əhval-ruhiyyəmizi də yaxşılaşdırır. Stres hormonlarımızı atır, reduce azaltmaq deməkdir. Və bizim enerji levelimizi artırır. Deyir ki, balanslı dietdə, yəni mümkün qədər balanslı qidalanmada meyvə və tərəvəzlər yemək bizi bədənimizi vacib qidalandırıcılarla zənginləşdirir.
Mental nə deməkdir mental? Sağlığı da mental. Mənim başla bağlı olan bir şeydir. Yəni deyir ki, bizim mental sağlığımız da önəmlidir. Aysa deyir ki, vaxtımızın çoxunu outdoor, çöldə keçirtmək, yəni bir şeylərlə məşq eləmək, fasilə vermək gün ərzində bizim zəkamızı dincəldir və fokusda oluruq da, concentrate oluruq. 8-də deyir ki, false, səhv nədir? Əlbəttə ki, D variantıdır. Deyir ki, stres hormonları artır biz idman eləyəndə. Yox, uşaqlar, idman eləyəndə bəli, azalır. 9-da deyir ki, seks nə haqqındadır? Dedik ki, C variantı haqqındadır ki, sağlıqlı vərdişlər bizi müsbət dərəcədə etkiləyir, düzdürmü? 10-cu sualda deyir ki, nə stresi azaldır? Əlbəttə ki, çöldə oynamaq, qaçmaq, məşq eləmək, C variantı. 10-cu sualda bizə deyir ki, 11-də, əgər sən sağlıq vərdişləri qurmaq istəyirsənsə, sən gərək fiziki və mental sağlığı inkişaf elətdirəsən, düzdür. Sənin bədənin deyir ki, will recover better during sleep. Yatanda deyir, bədən tənzimlənir də, təzədən təmir olunur. Düzdür. 3-də deyir ki, sən yorulursan, buyur. 9-da düzgün cavabımız C variantıdır, 10-da C variantıdır. 11-də 1-2-B variantıdır. Çünki bizə deyir ki, 1-də də, əgər sənin sağlıqlı vərdişlərin varsa, 3-də deyir ki, sən yorulacaqsan. Niyə uşaqlar? Meyvə tərəvəz yeyən adam bəyəm yorulur, idman eləyən adam yorulur, yox. 4-də deyir ki, sən sağlıqlı qidalamanı dayandıracaqsan, ehtiyac var dayandırmağa, yox. 12-ci sualda isə sadəcə true, doğru cümlələr istəyir bizdən. Birinci cümlədə problem nədir? Deyir ki, gəzmək və su içmək sənin sağlamlığını yaxşılaşdırır, düzdür də. 2-də deyir ki, yatmaq, yuxu bədəni təmir eləyir də, yəni bərpa eləyir, düzdür. 3-də isə deyir ki, mindfulness, bizim zəkamız, yəni bir şey düşünə bilmək, bizim stres levelimizi artırır. Yox, elə şey demədi bizə. 4-də isə deyir ki, vaxtının çoxunu çöldə keçirmək səni stresə salır. Yox, əslində adam açıq havada gəzəndə başı dincəlir, daha dincəlir, hiss eləyir. 13-cü sual çox sadə idi. Zəm varsa, müqayisə dərəcəsi də R-lə düzəlir. Y variantı götürən uşağın təpəsinə özü boyda daş düşsün. Çünki, bəli, morla R bir yerdə gələ bilməz. 14-cü sualda cümlədə once a month var, once a month var. Once a month nə deməkdir uşaqlar? Ayda bir dəfə mən məktəbə gedirəm, yoxsa getdim? Mən gedirəm, ayda bir dəfə, həftədə 2 dəfə ingilislə gedirəm, düzdürmü? Hansı zamanda verirsiniz? İndiki zamanda verir. Bu bizim qrafikimizi bildirir. Deyirəm ki, Fikrət həftədə 3 dəfə riyaziyyata gedir. Hər həftə eləyir də bunu. Nəzrin deyirəm ki, ayda bir dəfə gedir Füzuliyə, qardaş əsgərlikdədir, onu görür. Ayda bir dəfə Nəzrin eləyir? Gedir də. 15-ci suala baxıram. Nəysə, 14-də cavab D variantıdır. 15-də deyir ki, çaşqada çoxlu pesox var. Nə qədər pesox var? Əlbəttə ki, Y variantı olacaq da. B variantı ona görə olmaz ki, sugar meni ilə işlənməz. A variantında deyir ki, çaşqada nə var? Çaşqada dedikdə nə var? Sugar, pesox var. Prosta mən sugar'a sual vermirəm ki, mən elotova sual verirəm. C variantı niyə olmur? C variantı ona görə olmur ki, deyir ki, nə pesox var? Nə pesoxu var? Mən onu demirəm axı. D variantında deyir ki, necə pesox var çaşqanın içində? Ay bala, Y variantı, nə qədər pesox var? Elotova ya halmaşla sual verməliydiniz, ya da halmeni ilə. Prosta halmaşla sonra sayıla bilməyən isim gəlməliydi. Y variantı doğru cavabdır. 16-da advice, sayıla bilməyən isimdir deyə qabağında İbrahim, tu işlənə bilməz. Cəm, mürəbbədə məhd uşaqlar, onun da qabağında E işlənə bilməz. Cavabımız qalır 3-4. Bəs salam. Ən uşaqlar səhv yazıblar 17-ni. O birisi qruplardan deyirəm də. Positive case-dən asandır. Positive case yəli hal deməkdir. Biz də bilirik ki, Z varsa və Z-dən sonra böyük hərflə yazılmış bir adam adına oxşar bir şey gəlsə, demək bu familiyanı bildirir. Həmişə Z olanda olmur, bu. O gün bir qoyun deyirdi ki, müəllim, Z desə, S apostrof. Hardan? Biz ondan demişik, familiya olanda elə olur, Mən bir də S apostrof götürəcəm. Nəysə, bir silirəm. Yəli hal deyil. Mike'ın ayrı, Jane-in ayrı qardaşı varsa, qardaş söz nə eləməliydi? Çıxdı. C variantında Sara'nın ayrı, Tom'un ayrı saçı varsa, saç sözü nə eləməliydi? Amma saç sözü cəmlənə bilir. Niyə? Məsələn, mən çarəsizəm, amma C variantını götürürəm. Çünki hair sözü sayıla bilməyən isimdirsə cəmlənə bilməz.
D variantında isə deyir ki, səma parlaqdır. Mənə deyin görüm burada ın eşidirsiniz? Yox. Y variantında deyir ki, Mr. Brown tekst oxuyur. Yəni, oxuyur da. Yəni, yəli hal yoxdur burada yəni. 18-ci sualda 5-dən sonra cəm isim gəlməlidir. A variantında gəlib, Allah canını sağ eləsin. Amma milk sözü cəmlənə bilməz. Çünki milk sayıla bilmir. Ona görə milka görə çıxdı. Book sözü təkdə deyə götürmürəm. 3-4. Cavab qalır Y variantı. 19-cu sualda uncountable. Sayıla bilməyən isimlər istəyir məndən. Əlbəttə ki, 2, 3, 5-i götürəcəm. A variantı. 20-ci sualda limonad sokdu. Qurt içirsən. Maya halındadır. Düzdür Nihat? Maya halında olan şeylər sayılır, sayılmır. Sayıla bilməyən isimlərin qabağında E artikli olar. Rədd edin, geçsin A variantını. B variantında brown rice nə deməkdir? Qəhvəyi düyü. Söhbət nədən gedir? Düyü sayılır, sayılmır. Qabağında E ola bilməz. C variantında deyir ki, düyü kasaları, kasalar sözü cəmdədirsə, qabağında E olar. D variantında deyir ki, düyü sahəsi. Düyü sahəsi, o necə olur? Düyü sahəsi, söhbət sahədən gedirsə, sahə sayıla bilən isimdir. Amma qabağında artiklı yoxdur. Demək ki, bu da səhvdir, qabağında E artiklı olmalıdır. Y variantında deyir ki, düyü kasası, kasa sayıla bilir, qabağında E ola bilir. Y variantı doğru cavabdır. 21-də students cəmdədir. Qətiyyən maçla, elitlə işlənə bilməz deyə cavabımız qalır. 3-4. No'dan sonra article gələ bilməz, arkadaşlar. A gedir, B gedir. No'dan sonra N də gələ bilməz. Qaydətlərinizə baxın, yazdım. No'dan sonra article gələ bilməz deyə D də çıxır, cavab qalır Y variantı. 23-də deyir ki, Jake'dir mənim köhnə dostlarımdan biridir də. Old friend, friend sözü sayıla bilən, təkdə olan isim deyə qabağında article olmalıdır uşaqlar. Old sözü də saitlə başladığına görə N verəcəm ora. Pianoda musiqi aləti deyə Z olacaq. Qalır A variantı. 24-də baxıram. 24 maraqlı sualdır. News nədir news? İsimdir də, düzdür uşaqlar? 16 dənə törəmə var idi. Someone, somebody, something, somewhere, anyone, anybody, anything, anywhere, no one, nobody, nothing, nowhere, everyone, everybody, everything, everywhere. Törəmələrdən sonra nə gələ bilmirdi? İsim və of. Onda belə çıxır ki, A'dan, B'dən sonra isim gələ bilməz. Çıxdı. Others nə deməkdir? Digərləri. Demişdik ki, isimləşir. Ondan sonra da isim gələ bilməz. Nandan sonra isim gələ bilməz. Cavabımız qalır Y variantı. Gəlirəm 25-ci sualıma. Oflu birləşmələrdə əsas tərəf hansı tərəfdir uşaqlar? Birinci tərəfdir. Baxıram ki, xəbərim həz təkdədir, cəmdədir. Onda boş çıxır, ol çıxır. Everydən sonra da of gələ bilməz deyə cavabımız nə qalır? Kimin sualı var?